Ola bilər bəzən düşünürsən ki, səni heç kəs başa düşmür. Gəl biraz bundan danışaq. Salam əziz Hüsnüzən dinləyiciləri, ümid edirik ki, hər biriniz çox yaxşısınız. Bu gün biz Hüsnüzən komandası ilə birlikdə çox həssas bir mövzuya toxunmaq istəyirik. Çünki bəzən elə düşünürük ki, bizi heç kəs anlamır, heç kəs bizi başa düşmür, biz anlaşılmırıq və bu bizi dərin bir boşluğa apara bilir. Bu mövzuya Hüsnüzən komandası olaraq elə Hüsnüzən kimi yaxınlaşmaya çalışacağıq bu gün. Elə istəyirəm ki, ilk sualımı müşavərimə verim. Müşavərim, ümid edirəm ki, yaxşısan. Səncə biz hansı hadisələrdən sonra düşünürük ki, biz başa düşülmürük? Salam qızlar və salam bizi dinləyən əziz dinləyicilərimiz. Mən düşünürəm ki, bu biraz emosional zamanlarımızdan daha çox asılıdır. Əslində fikir versən, nə zaman bunu belə biz düşünürük? Daha çox hansısa bir iş görürük ya da istəyirik biraz dostlarımızdan, nə bilim ətrafımızdan dəstək alaq. Onda düşünürsən ki, məni niyə anlamırlar ki, mən bu işi bu qədər çox görmək istəyirəm ya da insanlar bu son dövrlərdə fikir verirsən, bizdə də yəqin ki var. Mən ən çox anlaşılmadığımı düşündüyüm məqamlar, mən çox analiz edən insanlarla rastlaşdığım məqamlardır. Misal, mən nəsə iş görmək istəyirəm, deyir ki, bu necə egoist yanaşmadı. Misal, baxırsan, deyirsən, mən egoist səsində yanaşmıram mövzuya ya da fikir verirəm ən çox anlaşılmadığı məqamlar düşündüyü insanların onlar nə isə edə bilmirlər, etmək istəmirlər. Yəni situasiyadır, müəyyən situasiyalar var və o an onu emosional olaraq qarşı tərəfi başa düşməyəndə anlaşılmadığımızı düşünürük. Və fikir versən o insanlara nəsə hansısa bir problemi həlli üçün təklif verəndə onlar fikirləşirlər ki, yox sən məni anlamırsan deyirlər. Mən belə etmək istəmirəm. Halbuki sən danışırsan, problemi həll etmək istəyirsən. Ona görə emosional olaraq başa düşülmədiyimiz zamanlar dərinləşdirsəm daha doğru olar. Çox sağ ol müşavərim, çox fərqli məqama toxundun. Ümumiyyətlə həmişə məni bu çox düşündürür. Hər hansı bir mövzu ilə bağlı həqiqətən də o daxilimizdəki rəngi göstəririk. Yəni məsələn biri çox fərqli tərəfdən baxır, biri çox fərqli. Məsələn mən bu podkasta hazırlaşarkən bir plan özüm üçün çizəndə bu anlaşılmamaq duyğusunu daha çox özümdən yola çıxdım ki, görəsən mən hansı məqamlarda düşünürəm ki, mən anlaşılmıram. Mənə görə, mənim öz şəxsi təcrübəmə görə olub uzun illər mən başa düşülmədiyim hissinə qapılmışam və əslində böyük bir dəyişiklik məndə ondan sonra gəlib. Çünki başa düşmüşdüm ki, əslində qalarsa mən özümü bəzən bəzi yerlərə doğru ifadə etmirəm. İndi bunu açacağıq növbəti dəqiqələrdə ki, daha dərindən bu mövzuya toxuna bilək, amma mənə görə bəzən ağır depressiyadan irəli gələ bilir, duyğularımızı yaşaya bilməməkdən və bir də ki, daha dərinliyə düşüb daha çox belə fərqindəlik deyək, həyata daha fərqli prizmadan baxanda da artıq biz həmişə yanımızda olan insanların bizi anlamadığını görə bilirik. Əslində bu çox təbiidir, çünki eyni duyğuda, eyni dildə danışmırıq. Duyğularımızı da ifadə edə bilmirik. Bəli. Ona görə Günel, bu haqqda səndə fikir vermək istəyirəm ki, bəs bu anlaşılmaq səncə, yəni anlaşılmamaq duyğusu, bu hiss bizdə hardan yaranır? Bəli. Çox ümumi sual oldu. Bu arada hər kəsi salamlayıram. Mən bu gün hətta xahiş etdim ki, bu gün mənə az söz versinlər. Məlum məsələ səhhətimlə bağlı, amma maraqlı fikirlərim var təbii ki. Mən düşünürəm ki, anlayış ümumiyyətlə insanın özünün həmişə təməl ehtiyacıdır. İnsanlar bütün dövrlərdə həmişə anlanılmaq istəyiblər. Bu bütün sferalara aiddir təbii ki, ailə daxilində də, dostluqda da, işdə də. Və əgər lap dibə getsək, bu uşaqlıqdan gələn bir şeydir. İnsan başa düşülməyə, qəbul olunmaq ehtiyacında olur. Əgər ailədə duyğulara önəm verilməyibsə, bu hisslər böyüdükcə güclənir və fərqli tərəflərə yönələ bilər. Dəyərsizlik formalaşa bilər orada. Bəli, orada yetərsizlik ola bilər. Bəzi hallarda travmatik depressiyaya gətirə bilər. Yəni eynən. Ümumi yanaşsaq təbii ki, müəyyən təsirlər nəticəsində olur. Heç kim bu fikrə oturduğu yerdən gəlmir. Müəyyən təcrübələr əsasında olur. Amma təbii ki, bunun da fərqli istiqamətləri var ki, mən onlara birazdan toxunacağam. Amma deyə bilərəm ki, məncə bu hər bir insanın müəyyən dövrlərdə həyatında yaşadığı bir təcrübədir ki, bu bir növ bizim özümüzü də anlamağa gətirib çıxardır ki, özümüzü sorğulayırıq, özümüzü tanıma mərhələsinə gətirib çıxardır ki, görəsən mən qarşı tərəfə özümü düzgün ifadə edə bildimmi?
ümumiyyətlə ifadə edə bildimmi ki, qarşı tərəf məni anlamadı. Yəni bu nöqtəyə də gəlib toxunur bəzən. Çox qəşəng. Günel təşəkkür edirəm. Baxın, sizcə hansı insanlar heç kim, yəni məni anlamır düşüncəsində olurlar? Mən bunu özünü ifadə ilə əlaqələndirərəm. Çünki həqiqətən öz şəxsi təcrübəmdə də bunu yaşamışam ki, gənclərlə iş sahəsində də, insanlarla yaşadığımız olduğumuz təcrübələrdə də elə 2 gün bundan öncə heç təsadüf deyil ki, biz artıq mövzumuzu təyin edəndən sonra sanki bu mövzuyla bağlı bir çox hadisələr yaşayırdım və analiz edirdim. Baxıram ki, gənclər aralarında müəyyən bir konflikt yaşayırlar və bu konflikti həll edən şəxs, bunu müşahidə edən şəxs mənəm. Qarşı tərəfin əslində daxilindəki niyyət tamam fərqlidir, amma onu o qədər yanlış şəkildə ifadə edir ki, və davamlı olaraq düşünür ki, komandada olan heç kəs məni anlamır və məni başa düşmür. Bir də məsələn, Humay, işin içinə duyğu girəndə də vəziyyət dəyişir. Aha. Sən başqa prizmadan baxırsan məsələyə, qarşıdakı insan başqa prizmadan baxır. Siz fərqli duyğularda olduğunuz üçün görmək istədiyinizi görürsüz. Eynən, elə buna görə eyni duyğuda və dildə danışmaq məsələsi. Məsələn, məni çox pis hiss etdirmişdi illər əvvəl ki, elə əslində son 2-3 ayda bu hissi yaşamışam. Elə bir dönəm gəldi ki, mən artıq baxırdım ki, məni heç kəs anlamır, amma bu hiss məni narahat etmirdi. Yəni çünki mən artıq demirəm, mən çox əla bir səviyyədəyəm. Xeyr, sadəcə mən artıq daha fərqli bir prizmaya baxmağa gedirəm, daha fərqli bir sanki dünyadayam da və artıq heç ən yaxın dostlarıma belə nəyisə danışmaq hissi belə mənə gəlmirdi. Sakitliyi necə tapdın sən? Hə, qəşəng sualdır. Bu sakitliyi konkret olaraq daxilimdə hamıdan gizlətdiyim Humaya doğru getməyə başlayanda, hamıdan gizlətdiyim. İç huzurun nə olduğunu anlayanda. Hə, bəli. Çünki baxıram ki, ehtiyac duymuram da, məsələn, mən bu demək deyil, mən bilirəm bu problemin səbəbini. Xeyr, həqiqətən bəzən elə olub ki, bilmirəm. İndinin özündə də nə bilirik ki, deyirəm. Yəni bilmirəm bəzi şeyləri mən necə həll eləyəcəm, harda olacaq bu, necə bacaracağam bunu. Yəni ona görə bu düşünürəm ki, özünü ifadə əslində bəlkə də o duyğu məsələsi, yəni eyni duyğuda, eyni dildə danışmayanda insanlarla artıq biz başa düşülmədiyimizi hiss edirik. Ümumiyyətlə qızlar, fikir verirsiniz özdəyər necə önəmli bacarıqdır, bir duyğudur və bu əslində anlaşılmaq hissinin az olması özdəyərdən irəli gələn məncə bir məsələdir. Çünki insanlar çox həssas olanda, çox emosional olanda özlərini yaxşı ifadə edə bilirlər məncə yenə də. Əgər öz dəyərləri yüksəkdirlərsə, məncə bu duyğularını ifadə edə bilən insanlar özlərini tanıya bilən insanlardır. Duyğunu ifadə etmək üçün duyğunun nə olduğunu birinci anlamalısan. Ümumiyyətlə duyğuları tanımayan insanlar var və duyğusunu tanımlayanda bir insan əgər bunu tanıda bilirsə, deməli bu adam özünü tanıyır. Özünü tanıyan bilən insan da ən azından öz dəyərinin nə olduğunu anlaya bilən insandır və bu beləcə elə bir vəziyyətə gətirir ki, həmin adamlar başa düşürlər ki, ola bilər bu gün məni Günel bu mövzuda anlamadı. Ola bilər bu gün məni Humay bu mövzuda anlamadı, amma bizim baxış bucağımız fərqlidir. Yəni artıq həmin fikir obyekt olmur sənin üçün, baxış bucağı olur. Və sən bir obyektə görə nə isə dəyərləndirmirsən ki, mənə deyək ki, mən kofe istəyirdim, mənə çay gətirdilər. Bunu bəlkə sən düzgün kofe istədiyini ifadə etməmisən. Eynən ona görə ki, o özünü ifadə çox önəmlidir. Yəni daxili niyyətinlə istəyini doğru ifadə etmək. Demək olar ki, insan düzgün ifadə eləyəndə gərək duyğularını söndürsün o an, məntiqlə düşünsün, belə demək olar. Necə? Məntiqlə düşünsün. Duyğularının təsir altına düşməsin, yoxsa Mən buna cavab var. Aha, sən ver, sonra mən verəcəm. Çətin dövrdən keçəndə İnsanlar avtomatik emosionallaşır. Rasional insan ola da bilər. Gör nə qədər o insan strategik insan özünü adlandırsın ki, ancaq duyğularını qoysun qırağa, rasional fikirləşsin. Bu biraz strategik insan olmaq məncə biraz yəni ki, soyuq başla düşünür də bu insan. Soyuq başına düşünə bilən insanlar var. Və onlar duyğuları məncə qoymurlar qırağa. Duyğularını yaşayaraq başa düşürlər ki, bu duyğunu yaşayırlar, amma burada necə doğru qərar vermək lazım olduğunu dəyərlərinə əsasən o qədər yaxşı tanıyırlar ki, dəyərlərinə ona əsasən qərar verə bilirlər. Məntiqi mi qərar verirlər? Dəyərlərə əgər qərar verərkən dəyərlər bizi məntiqi insan edirsə, bəli, məntiqi qərar verirlər və insanı fərqləndirən, insan fərqləndirən xüsusiyyət elə məntiqli olması deyil, onsuz da, yoxsa bizi heyvandan fərqləndirən nə olardı? Məncə bunu bizim dinləyicilər bilir ki, bizi fərqləndirən şuurdur. bu başqa bir mövzudur. Amma mən belə bir sualım var ki, özümüzü başa düşmək üçün. Məsələn, siz özünüzü başa düşmək üçün hansı üsulları sınamısınız?
özümüzdən danışdıq. Dedik ki, özünü başa düşən özünü daha yaxşı ifadə edə bilirsə, hər kəsin fərqli yolu olubdu. Sizdə necə olub? Kiçik də olsa öz təcrübənizdən desəz. Dinləyicilər ola bilər. Özümü başa düşmək üçün, bəli. Mən özümü başa düşmək üçün özümü hamıdan uzaqlaşdırdığım dönəmlərim olub, özümü görə bilim deyə. Çünki və bayaq qeyd etdiniz əslində məntiq məsələsini. Təbii ki, insanlıq və bizim emosiyalarımız var. Heç kəs deyə bilməz ki, belə ən fərqli cür görünən bir insan, rasional görünən bir insan duyğusu yoxdur. Duyğu var, sadəcə o insan duyğunu yaşamamağı seçə bilər. Mən öz şəxsi təcrübəmə deyə bilərəm ki, mən illər boyu duyğularımı yaşamamağı seçən birisi olmuşam. Bunun indin özündə belə mənfi tərəflərini görə bilirəm. Çünki illər əvvəl yaşamış olduğum hər hansı bir hadisənin mahiyyətini indi varanda və ona daha fərqli prizmadan baxanda, baxıram ki, o duyğuları mən indi yaşayıram. Ona görə də mən deyərdim ki, özümü başa düşmək üçün mən bir çox insanlardan, hətta evdə belə, yəni o ünsiyyəti kəsib daha çox öz daxilimdəki humaya fokuslananda özümü daha yaxşı başa düşə bilmişəm. Yəni sanki dəniz dalğaları birinci çox belə burulğanlı olur və heç nəyi tam anlaya bilmirsən nə niyə olur. Amma onu elə ki sakitləşir, artıq daşlar yerinə oturur, puzzle-dakı kimi puzzle-lar yerinə oturur. Sən baxa bilirsən ki, hansı puzzle artıqdır, hansı daş orada artıq donatmaq lazımdır, hansı duyğu sənə aid deyil əslində, sənə o tüklər demişmi deyim, yəni sənə üzərinə qoyulan deməyim tüklər kimi, üzərinə qoyulan duyğulardır. No, nəsə. Uzun sözün qısası, onda baxırsan ki, hansı insanlar da sənin həyatında qalması gərəkdir, hansıların getməsi gərəkdir, sən kimlərin həyatında qalmaq lazımdır. Yəni artıq durulur. Yəni özünü başa düşmək o da əslində və həmişə mən deyirəm kölgə tərəflər, qaranlıq tərəflərimiz. Keçən il bir kitabda oxuram və bir rəfiqəmlə bunu müzakirə edirəm. Deyir ki, bizi həmişə əslində potensialımızı kəşf etməyə kömək eləyən, bizi daha fərqli eləyən bizim o qaranlıq bildiyimiz kölgə tərəflərimizdir. Ona görə də məncə o dəniz dalğaları kimi o dalğa durulması gərəkdir ki, biz özümüzü başa düşə bilək. Məncə sakitlik. Çünki bizim beynimiz çox danışır. Bizim ətrafımızdakı insanlar bizim məsələlərimizdən bağlı çox danışırlar ki, bunu da biz özümüz seçirik. Məsələlərimizi danışırıq hamıya və hamı hər bir tərəfdən bir söz deyir. Sonra baxırıq ki, qərar verə bilmirik. Bəli. Qərar verə bilmirik. Eynən mərhələdir, amma o artıq bir ilə mərhələ olur ki, sən durulursan və baxırsan ki, budur. Yəni yoxdur bundan ötəsi. Mən bunu deyərdim öz şəxsi təcrübəmlə. Məncə ümumiyyətlə yaşamaq lazımdır. Duyğuları yaşamaq lazımdır. Həqiqətən yaşamaq lazımdır. Hər mənada yaşamaq lazımdır. Yaşamaq bəzən duyğularım anlaşılmaq üçün bəzən səninlə müzakirə də edə bilərəm. Bəzən də tək qala da bilərəm. Hər iki halda mən yaşayacağam və yaşamaq mənə özümü anlaşılmağa kömək edəcək onsuz da. Özümü anlamağıma, nə bilim, istəyəndə tək qalanda oturub səsimi yazıb sonra dinləyəcəm, ya yazacağam harasa, sonra oxuyacağam. Olmuyumu sizdə məsəl üçün 3 il əvvəl hansısa bir arzunuzu yazmısınız? 3 ildən sonra o arzunu oxuyanda demisiniz, amma bundan ötürü mən ağlayırdım, yəni. Deməli mən necə özünün əvvəlki versiyanı anladıqca onsuz da bugün dəyişən qərarına baxırsan və davranış dəyişikliyi yaratdığını görürsən, onsuz da orada bir özünlə fəxr edirsən bir ara. Və sonra yenə özünü anlamağa başlayırsan. Düşünürəm ki, əlbəttə heç kəs burada heç birimiz deyə bilmərik ki, biz ən doğru variantı biz bilirik və biz belə eləyirik, amma yəni hərənin öz yolu var. İnsan çox mürəkkəb varlıqdır. Mürəkkəb də hisslərim. Bəli. Günelin bu mövzuda özü sual verib özünün verdiyi cavab mənə çox maraqlıdır. Doğrudan maraqlıdır. Əlbəttə. Sualın maraqlı olur. Mən deyərdim ki, insanın özünü başa düşmək üsulu hər dövründə, hər yaşında fərqli olur. Məsələn, uşaq vaxtı biz çalışırıq ki, valideynlərimizin istiqaməti ilə özümüzü başa düşək. Çünki onların tələbləri, onların doğruları bizim üçün daha müqəddəs və önəmli olur. Məktəb vaxtı isə daha çox dostlarımız, məktəb yoldaşlarımız və müəllimlərimiz tərəfindən özümüzü qiymətləndiririk və düşünürük ki, hə, müəllimə belə deyirsə, deməli düz deyir. Artıq məktəbdən sonra bizim dünya görüşümüz formalaşır, seçimlərimiz artır, məsuliyyətlərimiz artır. 18-dən sonra deyərdim, hətta 15-18-dən sonra biz artıq başa düşürük ki, bizim fərqli dünyamız var. Əslində biz üsyankar, ərgən deyirlər, üsyankar vaxtlarımızdır və ondan sonra biz başlayırıq öz dünyamızı kəşf etməyə, fərqli üsullara əl atmağa. Eynən. Burada mən deyərdim ki, hətta o yaş dövründə olan
insanlar deyim də, uşaqlar deməyim, insanların özlərini anlamaq üçün yaşadıkları fərqli macəralar da olur ki, mən nəyi sevirəm, nə mənim üçün daha önəmlidir, həyat mənim üçün daha əlçatan nə ola bilər və yaxud da elə bir ki, dünyanı dəyişə bilərik. Heç kim məni başa düşmür. Bəli. Dostlarım məni valideynlərim məni başa düşmür. Təbii ki, bundan sonra gələn mərhələdə artıq biz təcrübəli olduğumuz üçün, müxtəlif təcrübələrimiz olduğu üçün biz artıq deyirik başın daşa dəyir və bilirsən ki, bəlkə boşu nədir. Bundan sonra artıq məncə özünü başa düşmək daha rahat olur. Çünki sən artıq bilirsən ki, Humay demiş, sən həyatında kimlər faydalıdır, kimlər sənə dəyər qatır, kimlər səni irəliyə aparır və ümumiyyətlə sən özün həyatda nələr üstün tutursan, dəyərlərini təyin eləyirsən, öz qayğılarınla özün başa çıxırsan və gəlirsən, çıxırsan artıq o nöqtəyə ki, sən artıq fərdi şəkildə bilirsən ki, sən özünü hansı üsullarla başa düşürsən. Burada qısaca əgər bizim dinləyicilərimiz deyəcək ki, Günel heç üsul vermədi, deyə bilərdim ki, yazmaq ola bilər. Məncə də. Bəli, əgər yaza bilirsinizsə yazın. Yazmağı sevmirsinizsə səsinizi yaza bilərsiniz və yaxud da video çəkə bilərsiniz. Özünüzün fərqli duyğularda özəlliklə, məsəl üçün əsəbi olanda, çox üzgün olanda, sevincli olanda ki, siz başa düşəsiniz ki, siz fərqli duyğularda özünüzü necə ifadə edirsiniz. Təbii ki, burada yaxşı dostlar ola bilər ki, onlarla müzakirələr apara bilərsiniz. Deyir ki, aynalama məsələsi var ki, səni aynalayan insanlar ola bilər. Müəllimləriniz ola bilər ki, təbii ki, onlar daha təcrübəlidirlər. Onlar sizi görə bilərlər, nəyi düz eləyirsiniz özünüzə görə, nələr isə sizi daha çox incidən yollardır. Səhv deməyim buna, çünki hər bir səhvəsində bizim təcrübəmizdir. Yəni burada sayılacaq çoxdur, amma mən öz təcrübəmə əsasən deyərdim ki, yəni bu prosesdə bir mərhələdir. Əgər siz özünüzü çox çətin bir vəziyyətdə hiss edirsinizsə, terapiya da götürə bilərsiniz, dostlar. Bu da sizin özünüzü başa düşməyiniz üçün çox sağlam bir yanaşmadır. Deyərdim ki, sizdən yaxşı heç kim başa düşə bilməz. Ona görə də bu sizin üçün üsyankar bir yol kimi görünməsin. Əslində bu sizin özünüzü tanımaq üçün çox gözəl bir başlanğıcdır. Günel, həqiqətən çox qəşəng nüanslara toxundun. Əslində mən elə bu hissəyə gələcəydim ki, mən düşünürəm ki, məncə özünü başa düşə bilməyən insanlar da başa düşmür və buna sonda toxunacağam, amma bir sualım olacaq sizə və məni düşündürən bir məqamdır. Deyə bilmərəm ki, buna hələ də cavab tapmışam. İllər əvvəl bir rəfiqəmlə söhbət edirdi və o mənə qayıt etdi ki, bir kitabda oxuyub ki, əslində qalırsa insanlar, məsələn, müşafərim eyni müəyyən bir çətinlikdən keçir. O çətinlikdən mən bir il əvvəl keçmişəm tutaq ki. Artıq o duyğudan keçmişəm, tutaq ki, əgər o da alışmaqsa ona alışıb keçmişəm və indi əslində danışa cavabım yaranır buna, amma sizin düşüncələriniz maraqlıdır. Və müşafərim artıq indi mən keçdiyim üçün müşafərim o dönəmdən keçir və müşafərim davamlı olaraq, məsələn, söhbət müşafərimdən gedir. Həyatımızda belə insanlar var və normaldır. Məni heç kəs başa düşmür. Bu prosesdə mən çox çətinlik çəkirəm. Bu belə daha biraz necə izah edim, şikayətçil belə deyək də vəziyyətindədir. Sizcə biz özümüzün keçdiyimiz yollar, yəni eyni yollar keçdiyimiz insanlar nə qədər başa düşürük, onlara nə qədər anlayışla qarşılayırıq? Kitabda qeyd olunmuşdu ki, əslində insanlar eyni yolu keçən insanlara qarşı çox qədər anlayışlı olmurlar. Empatiya qurmurlar. Hə, eynən və orada bunu mənə Gülnarə, ən yaxın rəfiqəmdən biri Gülnarə demişdi və o mənə bunu verəndə mən düşündüm ki, həqiqətən elədir və mən o Humay, indiki Humaydan söhbət getmir. İndi fikrimi deyəcəm sizin fikirlərinizdən sonra. O Humay bəli, özü ilə eyni yolu keçməyə çalışan insana empatik yanaşmırdı və hətta deyirdi ki, mən keçmişəmcə sən də keç. Nəzərə almır digər şeyləri, nəzərə almadığım bir çox şeylər var idi. Onları daha yaxşı dərindən anlayıb keçmişəm, amma sizin bu məsələ haqqında fikirləriniz mənə maraqlıdır. Mən qısaca deyim, sonra müşafərimə ötürəcəm sözü. Məndə ümumiyyətlə belə bir inanc var ki, heç kəsin təcrübəsi eyni olmur. Heç kəsin. Yəni kimsə çox ağır bir yol keçsə belə, o yollar bizə oxşar gəlsə belə, biz adicə bunu qəbul etməliyik ki, hər birimiz individual bir varlığıq və hər birimizin fərqli yaşam mühiti var. Ola bilməz ki, hamının təcrübəsi eyni olsun və hər birimizin emosional IQ-su çox fərqlidir. Bu bir məsələ mənim üçün çox asan gələ bilərsə, qarşı tərəf üçün bu çox çətin gələ bilər. Eynən. Yəni biz burada deyirik ki, siz məsəl üçün bunu edə bilərsiniz, amma yenə də bütün seçimlər sizdən asılıdır. Bunu həmişə nəzərinizdə saxlayın. Eynən, müşafərimə söz vermədən bunu demək istəyirəm ki, bunu çox vaxt işdə də görə bilirik. Nə bilim, universitetdə olanda tələbələrlə olanda, dostlarımızla ki, yəni deyirlər ki, mənim də problemim var. Nə olsun ki? İnsanlar bir-birinə bilirsiz necə bu qədər belə qəddar yanaşırlar. Həqiqətən yanaşırlar. Yəni, buyur müşafər.
Məncə bu biraz insanın özündən asılı məsələdir. Hər kəs fərqli yanaşa bilər. Məsələn, biz düşünürəm ki, mən həmin adama biz ümid işığı ola bilirik ən azından. Deyir ki, ola bilər dəstək olmursan, amma mütləq ümid işığısan və bilir ki, o dövrdən Humay keçibsə, mən də keçəcəm. Özünü tək hiss etmir. Yəni tək bu duyğuları yaşadığını düşünmür və ümid işığı ola bildiyimiz insanlara biz kömək etmiş olduğumu, dolayısıyla yolla olmuş oluruq əslində, fikrim budur. Ona kömək etmək isə seçimdən yenə asılı məsələdir. Biz bəzən kömək etmək istəmirik, çünki ikimiz də karmasını götürmək istəmirik ya da fikirləşirik. Məsələn, mən elə dövrlərdə başa düşürəm ki, adam orada tək qalmalıdır. Çünki tək qalsa daha yaxşı nəticə alacaq. Və bilmirəm, mən uşaqlıqdan həmişə çətinlikdən keçəndə bu fikirdə olmuşam ki, bu çətinlik mənim üçün dərsdir və mən bundan nəsə öyrənəcəm. Gələcəkdə də mənim xeyrimə nəsə olacaq. Həqiqətən mən uşaq vaxtı bunu belə ifadə eləmirdim əlbəttə. Deyirdim ki, bu çətinlikdən çox sevinirdim mən çətinlik yaşayanda. Həqiqətən deyirəm. Məsələn, başqaları ağlayırdı, mən çox sevinirdim və onunla mübarizə aparırdım. Əvvəlki mübariz ruhum məsələn indi yoxdur mənim. Əvvəl daha çox mübarizə aparırdım. Çünki bilmədiyim şeylər var idi. Amma məsələsidir. Yəni o mübarizəni uşaqlıqdan etməyi öyrənənlər bəlkə də belə yanaşır deməyim doğru deyil, amma məncə yox, təcrübə də deyil. Yəni çox adamda mən görmüşəm ki, adam mövzuya hüsnüzən yanaşa bilir. Əsas məsələ hüsnüzən yanaşmaqdır. Özünü anlamaqdır. Tənqid etməməkdir ya da tənqidi elə etməkdir ki, xeyrinə çevirsin məsələn. Bizi dinləyənlər indi deyəcək ki, çox belə qəşəng danışırsınız, amma həmişə necə deyir o, nəzəriyyə praktikanı təsdiq eləmir də, praktika daha çətindir. Siz yanaşma dediniz, mən bir neçəsini sadalamaq istəyirəm ki, əslində məni heç kəs anlamır deyəndə fərqli baxışlar olur burada. Heç kim məni anlamır deyən insanlar əslində kömək siqnalı verirlər. Onlar bu şəkildə özlərini ifadə edirlər ki, yəni məni eşidin, məni görün, heç kəs məni anlamır. Bir növ üsyan kimi də demək olar. Ən sağlam cavab isə sənə qulaq asmaq üçün burdayam. Yəni empati və səbir. Ən azından bunu demək belə məncə böyük bir addımdır. Davamlı yanında olmasaz belə o insan hiss edəcək ki, yəni tək deyil. Eynən. Maraqlıdır ki, eyni yolu keçən insanlar bir-birlərinə daha çox anlayış göstərə bilirlər, çünki təcrübə oxşarlığı onları birləşdirir. Yəni bu üsul da var, bu tərəfdə var ki, bəli, bəzi insanlar düşünürlər ki, mən bunu xüsusilə xarici filmlərdə çox görmüşəm ki, yaxınlaşır ki, mən səni anlayıram. Mən özüm bu yoldan keçmişəm və türklər də çox vaxt deyir ki, səni daha çox mən anlarım, çünki sənin yaşadıklarını yaşadım. Evet, yəni o məsələ də var. Amma hər kəsin yaşadığı travma eyni deyil. Bəzən hətta oxşar hekayələr də fərqli olur ki, fərqli yanaşmalar olur. Bayaq da dediyim kimi, yəni bəzən bu hətta deyərdim ki, daxili olan işarədir. Ola bilər ki, mən özümü qəbul etmək istəmirəm, mən hisslərimdən qorxuram, mən özümə söz vermişəm, amma tutmamışam ki, bunlar da gətirir özünün daxili üsyanını ifadə edir ki, yəni bəzən deyərdim ki, məsələ ilə biz özümüz oluruq. Əsas özümüz olur. Özümüz nə deyir ki, mənim özümlə olan mübarizəm heç kimin apardığı mübarizədən daha ağır deyil. Ən böyük mübarizəni özümlə aparıram və belə insanlar məncə daha çox özlərini anlamağa çalışırlar, çünki bunun artıq fərqində olurlar ki, məsələ əslində bizim özümüzdədir. Baxın, çox sevirəm ki, bizim hüsnüzəndə həmişə danışmaq istədiyimiz mövzular bir-birini bağlayır və mənim açmaq istədiyim mövzu əslində məni heç kəs anlamır deyən insan əslində özünü anlamır və yaxud da ki, anlamağı seçmir, öz duyğularını, öz ehtiyaclarını, özünü dinləməyi. Bunu eləməyəndə biz, yəni başqalarını da birinci özümüz etmədiyimiz üçün başqalarını da edə bilmirik və bayaq dediyim nüans ki, eyni hadisədən keçə bilərik, amma məsələn mən illər əvvəl çox fərqli baxırdım. Çox düşünürəm ki, egoistcəsinə baxırdım, etiraf edirəm. Amma məsələn indiki Humay baxır ki, bəli, siz də dediyiniz kimi çox resurslarımız fərqlidir, maddi, mənəvi, duyğularımızı yaşamaq fərqlidir, sevgi dilimiz, anlayış dilimiz fərqlidir. Yəni bunlar çox fərqli olduğu üçün biz həmin insan təbii ki, dəstək istəmədən dəstək göstərməyimiz uyğun deyil. Amma sadəcə yanındayam və səni başa düşürəm deyə bilməyimiz çox böyük bir stimul verə bilər və çox böyük bir güc verə bilər. Mən düşünürəm ki, kimsə deyirsə ki, məsələn, Günel çox gözəl nüansı vurğuladı ki, məni heç kəs anlamır cümləsi çağırışdır. Bəlkə mənim dinlənilməyə ehtiyacım var. Icebergin görünməyən tərəfi deyilir də. Buna biz əslində bəzən deyirik ki, mənim bu qorxum var,
amma əslində onun çox böyük, dərin başqa bir səbəbi var. Dərin başqa bir cümlə deyirik. Ona görə insanları anlamaq əslində burada özümüzü anlamaqdan keçir. Mən təklif edərdim ki, bu podkastı dinlədikcə özünüzü bir dinləməyə çalışın ki, siz həqiqətən nə istəyirsiniz? Hazırda məsələn nə istəyirsiniz? Məqsədlərdən, hədəflərdən söhbət getmir. Sizin ruhunuzun və daxilinizdəki insanın nəyə ehtiyacı var, emosiya olaraqdan onu dinləmək lazımdır. Onu dinləyə bilməyən insan qarşıdakı dinləyə bilmir. Aktiv dinləmə son zamanlar çox vacib toxunduğum məsələlərdən biridir. Bu məsələ ilə bağlı çox danışıram. Aktiv dinləmə insanın duyğularını dinləyə bilmək, onun bədən dilini də müşahidə edə bilmək, onun gözü ilə kontakt quraraq, onun danışdıqlarına yargılı yanaşmayaraq onu dinləməkdir. Biz bunu ilk öncə özümüzə eləyə bilməyəndə qarşı tərəfi sadəcə fiziki olaraq qulaq asa bilərik, amma onu dinləyə bilmərik. Ona görə dinləmək, başa düşülmək əslində birinci özümüzdən başlayır. Bunu özünə eləyə bilməyən insan başqalarına da eləyə bilmir. Əgər biz anlaşılmadığımızı düşünürüksə, məncə bu sualı özümüzə verək ki, bəs mən yaxşı özümü nə qədər başa düşürəm? Mən istəyirəm ki, sonlara yaxın biz bir balaca mövzunu yumşaldaq və bizi dinləyən cavan dinləyicilərimizə, həvəsli gənclərimizə bir neçə film tövsiyəsi vermək istəyirəm mövzumuzla bağlı. Ola bilər ki, siz bu halda hazırda bizi dinləyəndə özünüzü dinləmək və yaxud da analiz etmək istəmirsiniz. İstəyirsiniz ki, kənar olmuş bir hadisə və yaxud da ki, bədii film üzərindən baxasınız və o şəkildə özünüzü təhlil edəsiniz. Bəlkə bu filmlər sizin faydanıza olar. Xarici filmlərdən Her filmini deyə bilərəm ki, 2013-cü ildə buraxılıb. Burada bir insanın süni intellektlə sevgi münasibətinin qurulması və real həyatda özünü başa düşülməmiş kimi hiss etməsidir ki, mövzuya bu çox uyğundur. İnsanı başa düşən yoxdur, amma bəzən bir maşın belə onu başa düşürmüş kimi təsvir olunubdur. Çox maraqlıdır. Təsəvvür edin ki, elə bir dünyadır ki, siz süni intellektlə özünüzü ifadə etməyi öyrənirsiniz. Maraqlı bir filmdir. İzləməyi tövsiyə edirəm. Amma maraqlı yanaşmadır, bəli. Lost in Translation 2003-cü ildə yad bir şəhərdə iki insanın tənhalığı və bir-birini anlamaması təsvir olunubdur. Tənhalıq, mədəniyyət fərqləri və məni anlayan yoxdur duyğusu çox gözəl işlənibdir. Burada da fərqli baxış var ki, burada bu filmdə də özünüzü analiz etmək üçün yaxşı tövsiyədir. Azərbaycan filmlərindən də qeyd etmək istəyirəm. Nabat filmi 2014-cü ilin buraxılışıdır. Müharibə fonunda tənhalıq və daxili boşluq ifadə olunubdur. Sakit ritm, amma başqası yoxdur. Özümü anlamalıyam hissini verən bir filmdir. Və bizim Əhməd Haradadır filmi. Eynən 1963-cü il buraxılışı. Bu komediya filmi kimi gəlsə də, əslində burada valideyn övlad arasındakı münasibət çox gözəl işlənilibdir. Komediya olsa da, əslində dərində insanı çox vaxt yaxınları belə anlamır mesajını verir. Bu filmləri izləyərək fikirlərinizi bizimlə də paylaşa bilərsiniz. YouTube-da, Instagram-da. Bizə çox maraqlıdır bizim dinləyicilərimizin fikirləri. Bu qədər məndən. Mən istəyirəm ki, sonlara yaxın biz adımıza uyğun olaraq məni heç kəs başa düşmür hissinə necə hüsnüzən olaraq yanaşa bilərik və bu haqqda özüm sonda fikrimi bildirəcəm, amma istəyirəm ki, siz danışasınız, ya da fərq etməz mənə danışa bilərəm, amma yəni necə biz hüsnüzən yanaşaq bu duyğuya. Bu hissi böyük ehtimal ki, indi dinləyən insanların hər biri yaşayacaq. Biz özümüz də yenə yaşayacağıq, amma daha təcrübə, daha fərqli formada baxacağıq. İndi sizcə biz bu duyğuya, halbuki ilk cümlə olaraq, ilk hiss olaraq bizə mənfi bir şey kimi ötürülə bilər bu. Amma neytral baxanda bu bizə nə qazandıra bilər? Necə hüsnüzən kimi baxaq? Mənim çox yaxşı bir yanaşmam var. Mən bu mövzunu araşdıranda sən demə insanın əslində özünü anlamamağı incəsənət tərəfdən çox faydalı imiş. Biz incəsənət araşdırsaq əslində böyük yazıçılar, şairlər, rejissorlar, rəssamlar özlərini ifadə etmək üçün cəmiyyətə qarşı öz duyğularını ifadə etmək üçün öz əsərlərinə müraciət ediblər və bu yaradıcılıq üçün bir növ məni heç kim anlamır, amma məni anlamaq üçün əsərlərimi nəzərdən keçirdə bilərsiniz kimi fikir formalaşır. Bəli, yəni əgər siz düşünürsünüzsə ki, sizi heç kim anlamır, bunu bir də yaradıcılıq tərəfdən yoxlayın, özünüzü o şəkildə ifadə etməyə çalışın, görün. Bəlkə sizin də bilmədiyiniz tərəfləriniz var. Çox qəşəng. Günel, müşafirim səni dinləyəndən sonra indi maraqlı bir şey deyəcəm. Mən söz atmaq istəmirəm, amma bir məsələni bölüşəcəm. Deməli, mənim əvvəl çox yaxın yazıcı çevrəm var idi və orada gördüyüm, çox sevdiyim şairlərdən biri var idi. O deyir ki, mən çətinlik yaşayanda, sevgilimdən ayrılanda çox sevinirəm. Deyirəm, produktiv vaxtım o vaxt. Mən hüsnüzən yanaşmaq mövzusunda belə bir mövzuya toxunmaq istəyirəm ki, bayaqki məsələ bu həyat hadisələrində ümidli yanaşanda, mənim üçün dərsli deyib götürəndə
həqiqətən hüsnüzən yanaşırıq mövzuya ya da insanla münasibətlərdə mən ən çox niyyətə baxıram misal. Əgər ki, deyək ki, mən kiminsə xətrinə dəymişəm, o adam çönüb mənə deyirsə ki, sən mənim xətrimə dəydin, mən çox sevinirəm ki, başa düşdüm ki, mən onu anlamamışam, anlaşılmadığını özünü izah eləyə bildi mənə. Hə, amma mənim niyyətimdən də şübhə etməsin. Yəni küsən adamlardan ona görə xoşum gəlir. Hə, yəni niyyətimdən şübhə etmir. Niyyətimdən şübhə edirsənsə, o deməkdir ki, biz onsuz da bir-birimizi yaxşı anlamırıq deməkdir. Və bu da yaxşı dostluq deyil. Ümumiyyətlə mən deyərkən deyərkən yanlış anlaşılmasın, nümunə olaraq verirəm bunu. Eləyə bilmədiyim məqamlar da ola bilər bunu insanlıq. Öz daxili aləmimizlə bağlı mən belə fikirləşirəm ki, daha yanaşsaq ki mövzuya, mən öyrənirəm, mən böyüyürəm. Bu daha hüsnüzən yanaşsaq, yenə daim özümüzü tənqid eləməsək, əksinə inkişaf üçün fürsət olaraq görsək, anlaşılmadığımız mühiti və biraz sorğulasaq ki, mən niyə əsəbləşdim burada? Mən əsəbləşdirən o deyildi. Onun hansı davranışı idi ya da mənim bu situasiyada necə davranmağımı istəyərdim ki, daha özümü yaxşı ifadə edə bilərdim. İzah edə bilirəm. Bəlkə də bunlardır və ümumiyyətlə gündəlik həyatda da kiçik şeylərdən gözəllikləri görməyi, şükr eləməyi bacarmaq, məncə anlaşılmadığını düşünən və bütün gün bunun mənfi enerjisində olan insanların ən böyük problemi həyatda şükr edə bilməməyi bacarmamaqdır və o gözəllikləri görməməkdir. Hayda, necə mən deyəcəyim şeylə çox əlaqəli danışdım. Aha. Yəni bunlara belə yanaşardım mən hüsnüzən olaraq. Müşafirim çox gözəl nüansı qeyd etdi. Gözəlliyi görmək. Mahnıda da dediyi kimi, hər şey gözəldir həyatda, özün bir gözəllik görüb yarada bilsən. Əslində hüsnüzən kimi baxa bilərik bu məni heç kəs anlamır hissinə və duyğusuna. Çünki o bizi həqiqətən də kəşf etmədiyimiz tərəflərimizi kəşf etməyimizə gətirib çıxardır. Günel çox qəşəng nüans qeyd etdi yaradıcılıqla bağlı. Öz şəxsi təcrübəmi bölüşüm ki, elə 4-5 gün bundan öncə bu duyğuda olmasam belə çox dərin bir boşluq hissindəydim. Bəzən bu boşluq hissini insanlar elə düşünür ki, bu hiss yaxşı bir hiss deyil, kədər hissini elə bilir ki, bu yaxşı bir hiss deyil, amma əslində hər hiss gözəldir. Həyat gözəldir deyiriksə, biz həyatda hər bir şeyin gözəlliyini dərk etməyimiz gərəkdir əslində. Kədəri də, əsəbi də, qəzəbi də, sevinci də, xoş hisslər, hər bir bir-birinə harmoniyalı olanda gözəldir və kədərin də daxilində əslində bir fərəh və sevinc var. Onu həqiqətən yaşamağı seçiriksə, nəinki onu özümüzdən uzaqlaşdırmaq. Odur ki, o boşluq hissində olanda mən şeir yazmağa başlamışam bir neçə ayda, amma bilirsiniz, Sevəcəksən o. Daha produktiv vaxtlar olur. Və baxdım ki, o boşluqda mən daha gözəl yazıram. Yəni və bu çox bədahətən gedir, müxtəlif mövzularda gedir. Sevgidən də oldu, dostluqdan da yazdığım oldu, həyatla da bağlı oldu. Hələ ki bunları paylaşmıram. Bəli, dostluqdan da yazmışam, dərin şeirlər. Yəni bəzən kəşf etmədiyimiz tərəflərimizi əslində o boşluqda heç kəs bizi anlamır da görə bilirik. Yəni başa düşürəm, indi burada biz dinləyən insanlarda belə bir fikir yarana bilər. Zaman illər əvvəl məndə də olub. Bunlar da ki, ancaq həyata belə çəhrayı gözlərlə baxır. Xeyr, heç də elə deyil, heç də elə baxmırıq. Əksinə sizi düşünməyə, düşünmək və düşündürməyə sövq etmək istəyirik. Məqsədimiz burada sizə motivasiya vermək, bunu belə edin, bunu belə edin deyil. Çünki siz bu podkastı dinləyə bilərsiniz. Çox böyük bir motivasiyanın buradan çıxa bilərsiniz və sonra nəticə yenə boşluqluq. Amma siz bu podkastdan sonra özünüzü sorğulamağa başladıqda, düşünməyə başlayanda baxacaqsınız ki, əslində bəlkə elə mən özümü anlamıram, başa düşmürəm və daha fərqli kəşf edilməyən tərəfləriniz, o qaranlıq qutuda olan, hələ paslanmış deyək, olan istedad və bacarıqlarınızı ortaya çıxarmağınız üçün elə bəlkə başa düşülməməyiniz gərəkdir ki, siz o otağa daxil olasınız, o qapını aça biləsiniz, yəni. Qaranlıqda işıq olmağı bacarmaq. Dostlar, bu bölüm məncə sizə bir çox tərəflərdən özünüzü anlamaq üçün istifadə qaydaları kitabçası kimi olacaq. Mən də elə bir təəssürat yarandı dinlədikcə, mən belə burada dinlədikcə. Mən bir də bunu vurğulamaq istəyirəm ki, bəzən bu məni heç kim başa düşmür, çox ağır keçirilən bir proses olur. Ola bilər ki, bizi dinləyənlər arasında kimsə özünü çox pis eləyib və yaxud da depressiyada ola bilər. Bu düşüncə bəzən insanlarda tənhalıq hissinə gətirir ki, mən qısaca bunu deyim ki, dostlar, bu da müəyyən bir müddət çəkən bir mərhələdir. Yəni bu sizi qorxutmasın və yaxud da sizin ətrafınızda, dostlarınızda belə insanlar varsa ki, onlar daim özlərinə qapanırlar, içlərinə. Siz çalışın ki, onlarla kontaktı itirməyin və yaxud da özünüzlə o kontaktı itirməyin. Müəyyən bir müddət siz ola bilər ki, hər şey sizə çox neqativ gələ bilər, yorucu gələ bilər, üsyankar ola bilərsiniz. Amma bu da həmin mərhələnin bir hissəsidir. Yəni siz özünüzü anlamaq üçün o hissədən keçməlisiniz kimi gəlir mənə. Böyük danışmaq istəmirəm.
Çünki həmişə günlük, gülistanlıq, quşların oxuduğu, günəşin çıxdığı dövrlər olmur. Bəzən çətin mərhələlərdə olur ki, bəli, mən məsəl üçün mən çalışıram ki, belə anları çox əks etdirməyim, çox paylaşmayım sosial şəbəkədə və yaxud da ki, geniş ətrafımla. Amma bu o demək deyil ki, mən peşəkar dəstək almamalıyam, özümə qapanmalıyam, hər şeyə üsyan etməliyəm. Şükür etmək lazımdır. Təbii ki, hər kəsin üsulları fərqlidir. Özünüzdə var olduqlarınızı birinci fərqinə varmaqda fayda var. Malım əliyə getmək istəmədim, fayda var və qısaca onu demək istəyirəm ki, biz özümüzü anlaşılmayan hiss etdikdə bəzən elə bilirik ki, bu tək bizdə olur, amma belə deyil. Siz düşünün ki, siz hal-hazırda olduğunuz əhval əslində başqa insanlarda da var və sadəcə həmin anlarda çalışın ki, müşahidə edəsiniz ki, onlarda necə olur bu proses. Bəlkə oradan sizdə nəsə kiçik bir qığılcım olar və sizin üçün bu dəstək ola bilər. Sizinlə bu mövzu ətrafında mən idim, Günel Həşimzadə. Bir daha xatırlatmaq istəyirəm ki, siz bizə hər zaman yazıb öz fikirlərinizi paylaşa bilərsiniz. Bizim bütün mesaj qutularımızın qapıları sizin üçün açıqdır. Bizə çox xoş olardı. Bizim əslində bu podkastımızın məqsədi də məhz sizinlə bu bağı qurmaqdır. Hər birinizin davamlı şəkildə olmasa da ətrafınızda sizi anlaya bilən insanların olmasını arzu edirəm. Mən isə belə yanaşıram ki, bəzən onu bilmək ki, mən tək deyiləm və çox insan bunu hiss edir, daha çox insan depressiyaya sala bilir bir çox hallarda. Məsələn, mən belə hiss edib çox narahat olduğum zamanlar olub və davamlı terapiya aldığım dövrdə olub və demişəm, çürütmürəm, davam edəcəm. Amma bu hissdə əmin ola bilərsiniz ki, ötəri hissdir və o insanların elə olması əslində sizə bir yerdə də ümid işığı olur ki, o üstəsindən gələ bildi, mən də eləyə biləcəm. Bayaqki fikrimi bir də təkrar eləmiş oluram. Və son olaraq mən də bildirmək istəyirəm ki, terapiya almaq çox gözəldir, amma deyə bilmərik ki, mütləq alın. Sizin elə dostunuz ola bilər ki, sizi çox yaxşı sorğulasın, sizi çox yaxşı analiz eləyə bilsin. Elə dostlarınızla da söhbət eləyə bilərsiniz, özünüzlə də eləyə bilərsiniz. Məsələn, mənim özümə verdiyim suallarım məndən yaxşı, mənim özümə sual verən insanla hələ tam qarşılaşmamışam, onu deyə bilərəm. Çünki dərindən başa düşürəm də özümü, orada çox yaxşı sual verə bilirəm özümə. Qarşı tərəf daha ötəri verir bir çox hallarda, amma həqiqətən sorğulamağı çox yaxşı bacaran mütləq ki dostlarımız var, onlardan faydalanaq və biz də onlara fayda verək bu mövzuda. Bugün mən də sizinlə idim, müşafərim və sözü ötürürəm Humaya, o da nitqimizi bağlasın. Çox sağ olun qızlar, təşəkkür edirəm. Çox gözəl nüanslara toxundunuz. Məncə çox da nəsə qalmadı mənə. Mən ilk öncə bu gün üçün təşəkkür edirəm. Bizə bu şəraiti yaratdığı üçün sizinlə podkastı, yəni danışmağımız, hisslərimizi və duyğularımızı bölüşməyimiz üçün Özünü Yarat komandasına, Ləzbər xanıma. Düşünürəm ki, burada incəsənətli müxtəlif sahələri var. Özünüzü boşluqda hiss edəndə elə gəlib burada qəşəng gildən qablar hazırlaya bilərsiniz. Ruhunuzu çox gözəl şərait var ki, burada özünüzü anlaya bilərsiniz. Tutuquşu belə var. Hətta piano da var. Və istər öz içinizdəki ruhunuzu rənglərlə daha da fərqli duya bilərsiniz deyə düşünürəm. Buna görə Ləzbər xanıma çox təşəkkür edirik komanda olaraq və onu deyə bilərəm ki, son olaraq dinlədiyiniz üçün çox təşəkkür edirik. Bizimlə öz fikirlərinizi paylaşmaqdan çəkinməyin. Bölüşmək istədiyiniz duyğular bizim üçün çox dəyərlidir və mənim gəldiyim nəticə yenə də özünü anlayan, anlamağa çalışan və özünə qarşı səmimi olan, müşafərin gözəl qeydlər, sorğulamaq bacarığı olan və özünü sorğulayan, daha dərində heç kəsin görmədiyi sualları belə özünə verib o cavabları tapmaq istəyən insan əslində bir yola çıxmış olur artıq. Ona görə də çalışın ki, bir insanları anlamadan öncə özünüzü anlamağa çalışın və ən əsası daxilinizdə başqalaşmış sizi anlamağa çalışın. Çünki özünü anlamağın yolu daxilimizdə illər boyu başqalaşan bizi anlamaqdan keçir. Onu anlamağa başladıqsa əslində çox fərqli bir insan ortaya çıxır. Çünki lazım olmayanlar gedir və biz baxırıq ki, əslində həyat daha sadələşir. Əslində elə həyat sadə olanda gözəldir. Çünki gözəllik ilə sadəlikdədir mənə görə. Təşəkkür edirik bizi dinlədiyiniz üçün. Sizinlə bugün mən Humay Qasımlı idi. Növbəti mövzularda hüsnü zəndə görüşərik.